Herkese selam, ben Meryem. Kanalıma ve videoma hoş geldiniz. Bugün sizlere tiyatrda çıxışım var, onu vloglayacağım. Deməli, Şuşa Dövlət Milli Musiqili Dram Teatrında bugün 7 Ruh Cənnəti adlı səhnəmizin çıxışı var. Səhər saatı göstərim. Elə bildim telefon qovuldu. Saat 07:16'dır, 8:16 dəqiqə işləyir. Saat 9'da orada olmalıyam. Amma mən elə burada hazırlayacağım. Biz bir aya yaxındır ki, bu tamaşa məşqlərini edirik. Əslində məşq prosesini çəkmək istədim. Sadəcə dedim, nəyi çəkməm ki, o sürpriz olsun. Tam baxa bilməyəcəksiniz orası heç. Amma mənim səhnəmin çox hissəsini çəkməyə çalışacağım. Mən çəkməyəcəm. Rəfiqəm kulisə girəcək, oradan çəkəcək, arxadan çəkəcəkdir. Amma video çəkiş olacaq, YouTube kanalında paylaşılacaq, başqa YouTube kanalında paylaşılacaq. Mən onun linkini bura yerləşdirəcəm. Bura yerləşdirməyəcəm. Nə vaxt çıxsa, post bölməsə yerləşdirəcəm. Arxamda o qədər böyük bir yük daşıyıram ki, qolum ağrıdır telefon tutmaqdan. Ayda gərək bilsəydim tripodu götürərdim, amma gecsə artıq. Çox yorğunam mən. Dünən tez gəldim elə o heç. Amma evə gəlmədim də, Mamagil piknikdəydi şəhərdə. Birbaşa Mamagilin yanına keçdim. Deməli, canlandıracağım rol Şəhid anası roludur. Ancaq Şəhid anası canlandırırsınız deyəcəksiniz, amma ki bu tamam başka bir şeydi. Bu çok maraqlıdır, möhtəşəm, ötəsi bir şeydir. 2 dəqiqə danışıram. Yox artıq. Artıq 2 dəqiqə danışıram. İndi Ömərlə bir yerdə gedəcəyik. Ömər burada. Elə bildim Ömər yoxdur. İstəmirmiş. Hə dostlar, belə videomuza başlayaq. Kanalıma abunə olub videoma like atmağı unutmayın. Qatardan çıxdıq, indi ofisa doğru ilerləyirik. Hangi kanalıma da abone olmak? Gözüm abone gibi. TikTok kanalıma abone olun. Artıq buradayıq, çatmışıq. Digərlərini gözləyirik. Deməli, biz öz səhnəmizə indi burada məşq edirik. Kaçta dedi? Kel. İnşallah yaxşı Rasim, I'm Rasim. Dostlar, paltar mağazasına gedirik. Kapron lazımdır. Baxaq görək varmı, yoxmu? Bu da Nəzrin Nur. Onunla beraber gidiyoruz. Belə. Onlar yurdum, ana vətən, səfər sənə yaraşır. Kaynanam,
Üstümüzden geçti güneşler, zaman şirinceler. Biz mehriban aile. Arkadaşlar, ayaqdan oyun oynayırıq. Hələ tamaşamıza başlaması çox var. Gedim indi yemək yeməyə. Belə. Arkadaşlar, gəlin YouTube kanalıma əl eləyin. Salam. Kanalıma çek eləyirəm. Öldük. Adını falan ben sen ne diye badiyena? Öyle değil. Ay, günah ki qədər sana edirəm mən. Ora getməyim. Kesin kesin bakmayın. Ne olsa ben Yəni dönərimizi sifariş verdik, gəldik buradan da ayran almağa. Böyle götürün. Arkadaşlar geldik, yemeğimizi yiyelim. Sağ ol. Dostlar, deməli biz məşq eləyirik. Üçümüz də eyni səhnədəyik. Yəni bir səhnəmiz var, 3 nəfərdən ibarət. Atam, anam, oğul. Belə məşqimizə başlayaq xəstə. Bax, amma sizə göstərmirik. Göstəririk. Ola da bilər olmayacaq. Neysə qalsın. Biz isə ofisdən çıxırıq, gedirik şadrama. Uyda bəlkə. Digərlərini gözləyirik çölə çıxmaqlarından ötürü. Belə. Gedib oradan bir dəfə səhnədə məşq edəcəyik. Bir də qırım edəcəyik. Всё. Onunla da səhnəyə çıxıyoruz. Geliyorum. Sağ olun. Necəsiniz? Eləmədiniz. Ya, mənim zarafatlarım olmazsa olmaz. Çox gözəl zarafatlar edir. Bəli, yəni normaldır məncə. Çünki mənim zarafatlarım biri belədir. Məsələn, sən yana ona deyəcək. Necəsə elə bilim düzəsi. Normaldır məncə. Bir də bunlar tiplərinə baxın. Arkadaşlar, ne düşünürsünüz? Devam. İki dənə şey gəlir. Dostlar, bir tane el eləyin. Mənim əl qalar. El eləyin. YouTube'a vlog çekin. Geç oraya. Gözlüyüm. Vlog dedin sen. Videomuzu çekin. Baklanıyor. Tamam. Terbiye. Metroda yerde oturmuşuq çünkü çok yorgunuz. Metrodan çıxdıq, indi şadrama gedirik. Dostlar, biz bu zalda çıxış edəcəyik. Bəli. Uşaqlar, çocuklar. Assalamu aleykum və rəhmətullah və aleyni bərəkatuhu. Ayakların başçısı. Bu videonun indi gedib göster. Sen onlara niye baş koşursan? Yo, sen çekme. Çocuklar, game'lerimiz hazırdı. İndi keçdik makyaja.
Zamanı bilirsən, məndən ömrəsini al. Bəzələr, teşekkür. Özü təzə Neysən, mən ömrəsini ver. Evet, çay qatırtmaq işləşdik. Mənə bax, biz yanağımıza Ağadan soracaq, bilmirəm. Çünki biz şey baxışırıq. yox, Səhnədə ya. Ay can. Nə barədə? Hazırda məşq prosesi gedir. Görünmədi. Hal-hazırda məşq prosesi gedir orada. Biz də öz səhnəmizin gəlməyini gözləyirik. Biz də məşq edirik, daha sonra keçirik. Bilmirəm, göstəriyə keçirik. Bu bizim değerli aktörümüz Ferhat. Ferhat. Yedi haberi yok burada. Önəmli insanlar çox olacaq. Baxın, bilirəm, hamı həyəcanlıdır, həyəcanlı olmayanı var, o verin olmayanlar, onları Hamısını qoymadı, bir də pislərini ayır. Ne koydu? Allah! Kemal sen. Vloga bir tane poza. Yok. Ben qayıtmasam adım qayıdacaq. Boşa düşmürsən mənə sən özün qalsın, sən özün.
İndi sən düşənlər. Kör. Getmirəm amma. Qəşəng yox saldı. Ayma buradan bax. Oturum da, bayaqdan beri oturmaq istəyirəm. Deyirəm mən işıqları söndürürəm. Ha. Söz olsun qardaş. Hə. Yo orada axıdan. Anam hardadır? Məktəbdə sadəcə demişdim bugün biraz tez gəlsin. Aha, gəldi. Geldim anam kurban. Ana! Can! Kuraman xanım. Hay, Ay, can! Kuraman müəllimə. Can! Nə yaxşı gəlibsən. Anam Nə boyuna yaman. kurban. Ey ayol, məktəbdəki uşaqların hamısı körfəzdə, məsuliyyətlər də mənim üstümdə. Onları yola salınca dayı bir aləm vaxt getdi. Hə, bildim. Həmişəki Kuraman müəllimə. Sən mənə baxın, məni niyə bu qədər tez çağırırsan evə, nə olur? Heç olmayıb ayna. Bəs niyə dünən dedin sabah evə tez gəl? Ana, Can, ata. Sabah bir tədbir var. Qarabağ. Nətər buraya olsun. Ay xidmətçidir ata. İnşallah bitsin, qayıdacaqsın. ana qurban. Bilirsən də, müəllim ürəyi hiss edir. Sanki səndə nəsə bir dəyişiklik var. Nəsə gizlədirsən, amma bizə demirsən. Ana. Sənin sən tamam. Burada tanışır, hayır olsun. Amma bu nədir? Ata, sən mənə sizdə Azərbaycan ol. Mərd, cəsur bir kim. Haqqını halal et. Halal olsun mənim oğluma. Amma tez qayıt. Mənim ağıllı balam. Ana. Can! Mən sən məktəbə ilk aparanda da belə baxırdım, indi də. Mənim ağıllı balam. Heç dəyişməmsən. Gözümdə də hələ ki qalacaqsın sən. Sizi çox sevirəm. Sizə görə bu dünyada da bilməyəcəyim bir şey yoxdur. Biz də səni çox seviyorum. Amma biz səndən necə ayrılacağıq? Ana, nə yapacağım? Umarım bir tane İnşallah bilsən qayıdacaq. Narahat olma. Yasin, amma mənim içimdə çox dərin bir hiss var. Sanki sən məndən nəsə gizlədirsən, bilmirsən. Narahat olma. Sən hazırlamısan? Bəli, ata hazırdır. Otaqdakı çantanı sən hazırlamısan. Hər şey yaxşıdır. Lazım. Bizdən kimsə qalmasın. Mən fəxr edirəm ki, Oqtay Məmmədoğlu, Kuraman müəllimə. Allah sənə qurban. Allah! Özünə yaxşı bax. Yeməklər vaxt-vaxtında yeganlaşır. Çox oldu. Gözləyəcəyim. Tamam mənim. Bir həftəyə qayıt. İnşallah. Oktay, hoş geldin. Hanı, Rasim Hanım, nəsə bir xəbər var? Yox. Necə?
arxandan gəlir, hə? Oqtay, bu nə bezir? Hanı mənim malım? Sən nə danışırsan, Oqtay? Oqtay, sən nə danışırsan, üzmə bax. Yox, Rasim buradadır. Mənim balam buradadır. Rasim, ana qurban haradasan? Ağıllı balam, mənim gözəl, mənim ikiz balam haradasan? Oqtay, cavab ver. Yox! Ay Allah! Yox! Allah, evim yıxıldı. Evim yıxıldı. Ay Allah! Balam gitti, balam! Balam sənə qurban, ay Rasim! Ay Allah, evim gözüm! Ay Allah, evim Dostlar, tamaşadan çıxdıq. Ağlamaqdan gözümün altındakı ruj axıb, yəni tuş. Evə gedirik, çox yorğun və bitkin haldayıq. Sabah da tamaşam var. Axotum yoxdur ona getməyə, amma məcbur. Nəysə, videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Bütün dostlarıma, yaxınlarıma, gəldiklərinə görə, mənə dəstək olduqlarına görə təşəkkür edirəm. İndi videonun sonunda oradan çıxan şəkilləri paylaşacağam. An olaraq qalsın. Öpürəm hamınızı. Bay bay. Sağ olun.